Cədvəldə müxtəlif müasir heyvan növlərinin xüsusiyyətləri verilibdir. Verilənlərə əsasən yanlış olanı müəyyən edin deyir bizə. Heyvan növləri, tənəffüs prosesi baş verir orqanı, bir də daxili skeleti mövcudluğu. X hansı canlı ola bilər tapaq. Ağciyərdə varsa, traxeyası da vardısa, bilirik ki, həm ağciyər, həm traxeya hörümçəklərdə olur. Hörümçək kimlərdə? Yaxşı, gəlsəməsi vardı, tənəffüs orqanı və daxili skelet mövcudluğu yoxdur. Məsəl üçün, qum qurdu ola bilər bu. Qum qurdu. Gəlsəməsi vardı və daxili skeleti də mövcuddur. Bu, məsəl üçün, balıq da ola bilər. Digər gəlsəməsi olan canlı proteid olar. K canlısı ağciyər dəridirsə, bu qurbağalar, yəni suda quruda yaşayanlara aiddir. Suda quruda yaşayanlar. Yaxşı, bizə deyir ki, yanlış olanı tap. X canlısının ifrazatı həzm sistemi ilə bağlı olur. X canlısının ifrazatı həzm sistemi ilə bağlıdır. Malpighi borusu hörümçəklərdə olur. Bu düzgün cavabdır. K canlısının ürəyinin mədəciyindən atom arıkəsmə olur. K canlısı ağciyər dəri ilə nəfəs alan, suda quruda yaşayanlarda natam arıkəsmə olur desə, bu səhvdir, bu sürünənlərdə olur. Bu səhv cavabdır. K canlısında qabırğa arası əzələlər olmur. Bəli, bu suda quruda yaşayanlarda olmur, düz deyir. XY canlısı eyni tipə aid ola bilər. XY ağciyər traxeya ilə nəfəs alan hörümçək kimilərdir. Ağciyəri var, traxeyası vardı. Bir də nə deyirdi? Y canlısı eyni tipə aid ola bilər. Y canlısı gəlsəmələri vardı. Məsələn, qum qurdu yazdıq. Qum qurdu yazdıq. Bizə də deyir ki, eyni tipə aid ola bilər. Gəlsəmə ilə nəfəs alan tip olaraq, yəni belə deyək ki, gəlsəmə onurğası olmayan qum qurdu da ola bilər. Bir də məsəl üçün xərçək yaza bilərik. Xərçək yaza bilərik. Xərçəklərdə bəli, eyni tipə aid ola bilər. Düzgün cavabdır. Z canlısının boru sistemi vardı. Gəlsəmə ilə nəfəs alan balıqdır. Bir də ki, məsəl üçün, balıq biz bildiyimizi yazdıq. Ola bilər, neştərçə də olsun. Neştərçə. Neştərçə də olsun. Boru sistemi vardı. Ola bilər, bəli. Yəni, ömür boyu saxlanılanı yazdıq biz bura. Ona görə də düzgün olmayan cavab yanlışı soruşurduq. K canlısı ürəyinin mədəcilinin atomları kəsmə olur dediyi səhvdir. O suda quruda yaşayan olsa, orada ola bilməz.